Görürsən bir dilənçidir ya. Bir gəlir səndən nəsə istəyir. Baxırsan ətrafa ki, hamı baxır sənə, görür buna nəsə verəcəksən, verməyəcəksən. Cəmaatdan eyibdir deyə bir mal verdim buna. Və yaxud da ki, əl çəksin, 48 olub yapışır, əl çəksin, sən Allah gələ bunu geri get, abrıma aparma. Üçüncü odur ki, yazığım gəlir, ürəyim ağrıyır. Bu da Allah yolunda olmadı. Vicdanını sakitləşdirmək üçün. Və Allah üçün yaşamaq çox çətinliyə. İnsan bir ömür verilib ki, özünü yol ilə, buda ilə, düzəl ilə ki, hər şeyi Allah üçün eləyə biləsən. Yoxsa ki, hə, Allah bunu bağışlayacaq. Zaten bağışlayacaq, kimdir bağışlamayacaq? Allahın rəhməti böyükdür. Allahın rəhməti mənə günahımdan böyükdür. Bağışlamayacaq, bağışlayacaq. Amma bağışlayana qədər, o etap sənin üçün ağır olacaq. Onun rəhməti gəlib çıxana qədər sənə, sən çətinliyi çəkəcəksən. Allah istəmir ki, sənin kimi əziz bəndə ora qədər də olsa əziyyət çəksin. Bağışlayacaq yaxşı. İndi bağışlayacaq deyə sən hələ əlvənə gəldi eləməlisən. Və eləməyin bir qırağı başqasına da deməlisən ki, hələ bu elə belə deyil, düzə.